Öncelikle teşekkür edirəm. Məni Biznes TV-nin qonaq etdiyiniz üçün. Fəaliyyətlərinizdə uğurlar arzulayıram. Öncelikle demək istəyirəm ki, Türk dövlətlərinin və Azərbaycan daxil olmaqla Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Macaristan, Türkmenistan və Şimali Kipr Türk Respublikasının iş dünyasının ən böyük görüşü olan Türk Ticarət Sərgisi. İlkini İstanbul'da gerçekleştirdik 7-8-9 noyabrda və ikincisini iyunun 10, 11, 12 iyunda Bakı Expo Center'də gerçekleştirəcək. Türk dövlətləri arasında ümumiyyətlə bilirsiniz ki, ümumi bir təşkilat Türk Dövlətlər Təşkilatının bu sahədə bir çox sahədə 30-dan çox sahədə işbirlikləri var və birliklər qurulur. Ticari mərkəzimiz var. Türk Dövlətlər Təşkilatı Ticarət və Sənaye Palataları Birliyi də quruldu və əlbəttə ki, bütün 8 dövlətin palataları bura üzvdür və bizim ilk sərgimizdə də hətta palataların təmsilçiləri və şirkətlər yer alırdılar. Türk dövlətləri arasında iqtisadi əlaqələr 90-cı illərdən başlayaraq artıq inkişaf etməyə başlamışdır. Son dövrlərdə isə əsasən bu tədbirlərlə, forumlarla və bizim kimi sərgilərlə Türk dövlətləri arasında belə deyim, həm tanınırlıq, bir-birləri arasında inteqrasiya, əlaqələrin qurulması çox sürətləndi. Deyə bilərəm ki, bizim sərgidə əlbəttə ki 8 dövlət və 40-dan çox ölkədən ziyarətçi oldu. İkinci Türk Ticarət Sərgisi Türk Dövlətləri İnvestisiya və Ticarət Forumu və sərgisində biz 11 ölkənin iştirakı və 30-dan çox ölkədən ziyarətçi və qonaq gözləyirik. Onu deyə bilərəm ki, Türk dövlətləri arasındakı bu forumların və tədbirlərin keçirilməsi həm bir-birlərini tanımaları açısından, həm də bir-birlərinə investisiya qoymalarına görə çox mühüm rol oynayır. Hazırda da belə deyim, birinci sərgidən sonra bizim ölkələr arasında əlaqələrin qurulması çox sürətləndi. Bu da çox bizim üçün sevindirici haldır. Bizim sərgidə sadəcə sərgi və nümayiş deyil, eyni zamanda da 7-8 önəmli panellərimiz və önəmli çıxışçılarımız bu panellərdə aktual mövzuların hər biri danışılır, məlumatlar verilir. Bizim ticarət müşavirləri, bizim bu işdə, bu sahələrdə və önəmli inkişaf etmiş sektorlardakı mütəxəssislər tərəfindən və bu da çox önəmli rol oynayır. Eyni zamanda da ikili görüşmələrlə sektoral görüşmələr olur ölkələr arasında və bu da ki ticarətin yönünü açan, yolunu açan mühüm addımlardandır. Onu deyə bilərəm ki, öncəliklə bizim liderimiz, prezidentimiz İlham Əliyevin sözlərini demək istəyirəm ki, bizim ailəmiz Türk dünyasıdır və biz ortaq səylərimizlə elə etməliyik ki, Türk Dövlətlər Təşkilatı və Türk dövlətləri beynəlxalq arenada güc mərkəzinə çevrilsin və bu addımla da elə bizim layihəyə də bu tapşırığın, bu sözün bir addımıdır, bunu gerçəkləşdiririk və buna bənzər çıxışlardan deyə bilərəm ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan da keçən çıxışında biz bir ailəyik, ailə arasında olan söhbətlər kənardan başqa tür belə deyim də yorumlanmamalıdır dedi və öz aralarında da və güc göstərgəsi ilə belə deyim də güc birliyi ilə bu yaxınlardakı tədbirlərin keçirilməsi də bu onu göstərir ki, bizim belə deyim illərdir, 30 ildən çoxdur belə addım-addım birləşən bu birliyimizi heç bir addım, heç bir belə deyim də qərar, xarici qüvvə poza bilməz. Bu da onun göstərgəsidir və bizim sərgidə də Kıbrıs yenə də şirkətləri ilə birlikdə, Azərbaycanda da Kıbrıs Ticarət Evi var. Onların hər biri iştirak edəcəklər.